Günaydın Azərbaycandayıq və təbii ki, qısa reklam fasiləsindən sonra sizləri yerə mətbəximizdən salamlayıram. Günaydın Azərbaycan deyirik. Seymur, vəziyyət necədir? Maşallah, baxıram ki, artıq düşbərələr hazırlanıb. Maşallah. O Natiqə aiddir. Amma sən dedin ki... Maşallah olsun, hə, yemək yadımdan çıxmışdı, indi başlamışam pişirməyə. Gözəl müğənnilərimizin gözəl... Teziyab olmuşdu. Vallahi, həqiqətən, nə deyim, bundan gözəl heç nə yoxdur. Vallahi, həqiqətən. Amma mən baxıram, müəyyən hazırlıqlar görülüb. Can əti üstündə də hazırlanır. Bəli. Aşaq qapağım bunu. Bəli, can əti pişirsin. Can əti bişməkdədir. Bəli. Hazır olmaqdadır. Özdə ətri də maşallah iftar süfrəsinə hazırlıq görülür. Allah Yemək istəyənlərin biz yolun gözləyirik. Oruç tutanların orucunu qəbul eləsin. İftar süfrəsində gözəl hazırlıqlar gedir. Artıq müəyyən, belə deyək də, tərəvəzlər də doğranılır. Bəli, soğanın, tərəvəzin hamısını hazırlamışam. 15 dəqiqə vuracam, hazır olsun. Bəli, hazırlıq görüləcək. Olur çoban qovurması, bəli. Çoban qovurması da can ətindən hazır olacaq iftar süfrəmizə. Düşbərələr hələ ki bükülür. Mikrofonu. Düşbərələr hələ ki bükülür. Hazırlıq gedir. İnşallah işimizi bitirərik. Xidmətinizdəyik, xidmət edirik. Gözəl bax bu gələn hər bir müştərimizə də belə xidmət göstəririk biz. Ona şübhə ola bilməz. Çünki Beyləqan ailəvi restoranında çox gözəl. Göründüyü kimi təmiz halda, yəni bu halda biz hazırlayıq. Bəli. Gözəl yemək tamamlardan, belə deyək ki, yeni qaydalara riayət olunur. Eyni zamanda düşbərələr də hazır olacaq. Bunun bişmə prosesi nə qədər vaxt alır? Bunun bişmə prosesi 15 dəqiqə vaxt verir. 15 dəqiqə əsas, ən əsası zəhmət tələb olunan onun bükülməsidir. Bükülməsidir, bəli, bükülür, hazırlanır. 15 dəqiqə hazırdır, hazırlanan yeməkdir. Deyirəm, var olsun analarımız, keçənlərə rəhmət, qalanlara can sağlığı. O qədər rahat şəkildə gəlib biz bu düşbərəni yemişik ki, belə deyək də, amma bunun hazırlanma müddəti, müəyyən bir vaxt alır, zəhmət tələb edir. Biz də rahat-rahat dadmışıq. Odur ki, siz də rahat-rahat dadacaqsınız dəyərli tamaşaçılarımız. 070-221-10-13 nömrəsi ilə əlaqə saxlayın, öncədən rezerv edin və Başkanov qəsəbəsində yerləşən Beyləqan ailəvi restoranı sizin xidmətinizdədir. Təkcə düşbərə deyil, təkcə belə deyək də can ətindən hazırlanan çoban qovurması deyil, müxtəlif Azərbaycan milli kulinariyasına aid olan ləziz təyamları məhz Beyləqan ailəvi restoranından dada bilərsiniz ki, öncədən rezerv edin. Hansı nömrə ilə? 070-221-10-13 nömrəsinə zəng edib əvvəldən rezerv etsinlər. Hər kəsin yolunu gözləyirik, inşallah qulluqlarındayıq. Bəli. Yeməkdəki bizdə yox, söhbəti yoxdur da, hər cür qazan yeməklər. Beyləqan ailəvi restoranında Kabablar, bəli. Ləziz təyamlara yoxdur sözü, yoxdur. Çünki orada Seymur var, çünki orada Natiq var. İlkin, var ol. Təşəkkürlər dəyərli dostlarımız.